Reptilian nəzəriyyəsi ilk dəfə David Icke adlı bir ingilis tərəfindən ortaya atılıb. Reptilian, onun öz izahına görə minlərlə il əvvəl dünya xaricindən gələn sürünən bir irqdir və insanların çoxalması nəticəsində yaranan qarışıq melez varlıqlardan ibarətdir. Bu irq, ilan kimi gözlü, dərisi pullu, quyruqlu bir varlıq növüdür. Bu canlılar 1,50 boyu 3 metr boyları arasında dəyişir. Qaniçən formaya keçə bilən, həm insan, həm də sürünən xüsusiyyətlərini daşıyan yad planetlərin melezləridir. Bu təsəvvürü çox zorlayan iddiaların sahibi David Icke əvvəllər peşəkar futbolçu, idman şərhçisi, müxbir və Yaşıllıq Partiyasının sözçüsü idi. 1990-cı ildə verdiyi bir mətbuat açıqlamasında görüşdüyü bir mediumun ona müəyyən bir məqsəd üçün yer üzünə yerləşdirilmiş, şifaverici, şifacı olduğunu söylədiyini iddia edərək ictimaiyyətin gündəminə gəlir. Daha sonra 1991-ci ildə BBC-nin telekanalında proqramına çıxış edərək özünü Tanrının oğlu elan edir. Bununla kifayətlənməyib dünyanın yaxın bir zamanda get-gəl dalğalarına və zəlzələlərə məhv olacağını iddia edir. Parlaq keçmişi karyerasına baxmayaraq bu proqramdan sonra ictimaiyyət tərəfindən dəli, ağlını itirmiş kimi adlandırılır. Ancaq bu şou onun həyatını bir gecədə tamamilə dəyişdirir. Bu tarixdən sonra bütün həyatını dünyanın əslində kim və nə ilə idarə edir sualına cavab tapmağa həsr edir. Bu mövzuda təxminən 20 kitab yazır. Dünyanın 47 ölkəsində seminarlar keçirir. Onun nəzəriyyəsinin əsasındakı ümumi fikir budur ki, dünyanı Illuminati adlı gizli bir qrup tərəfindən idarə olunur. Bu gizli qrupun üzvləri isə reptilian adlandırdığı yad planetlər, sürünən irqinə mənsub olan varlıqlardır. Icke iddia edir ki, bu varlıqlar kişilərdə sperma, qadınlarda isə yumurta alaraq süni mayalanma yolu ilə kosmosda melez qarışıq bir irq yaradır və bu yolla çoxalır. Onun sözlərinə görə 100 minlərlə il əvvəl Andromedalılar olan başqa bir irq özlərinə bənzər Terran cinsindən olan insan irqini yer üzündə yerləşdirməzdən öncə planetin səthini reptilianlardan təmizləmişdir. Lakin həmin dövrdə yeraltı mağaralarda gizlənən reptilianlar təxminən 500 milyon il əvvəl yer qabığının altında sığınacaqlarda varlıqlarını davam etdirmişdir. Bu yad planetdə sürünən insan melezlərinin mənşəyini Orta Şərqdə, yəni Türkiyə, İran və İraq sərhədinin qovuşduğu dağlıq ərazilərdə yerin altında olduğunu iddia edən David Icke onların oradan çoxalıb dünyanın ələ keçirməklərini söyləyirdi. O bildirirdi ki, tarix boyunca bu bölgədən çıxan reptilianlar daim artaraq dünyanın müxtəlif yerlərinə yayılıblar. Məqsədləri isə dünyanın insanlar arasından təmizləyib yenidən yer üzünə hakim olmaqdır. Onlar insanların arasına fitnə fəsad salaraq, müharibələr yararaq insanların sonunu gətirməyi hədəfləyirlər. David Icke'nin olduqca iddialı bu komple nəzəriyyəsinə görə Sümer sivilizasiyasının bəri insanlığı yaxından maraqlanan reptilianlar, yad planetlər hər dövrdə, hər coğrafiyada mövcud olublar. Ölçüləri, boyutları arasında sərbəst hərəkət edə bilən, yarı insan, yarı sürünən görünüşdə bu varlıqlar min illərdir ki, dünya siyasətini, müharibələri, iqtisadi böhranları, ictimaiyyəti, xaosu formalaşdırırlar. İddialara görə keçmişdən bu günə qədər bir çox dünya lideri reptilian yad planetlər tərəfindən idarə olunur. Televiziya, kino, əyləncə və musiqi sənayesində hakim olan bu reptilianlar şuuraltı mesajları, filmləri, video klipləri, mahnı sözləri vasitəsilə insanları kütləvi hipnoz yolu ilə ötürürlər. David Icke bütün bu dinləri rədd edərək Illuminati adlandırdığı seçilmiş elit şəxslərin insanlıq tarixi boyunca dini inanclarından istifadə edərək insanları aldatdıqlarını iddia edir. Onun fikrincə tarix boyu insanları nəzarətdə saxlamaq üçün din kimi sistemləri bu irqə qurub. David Icke'nin müdafiə etdiyi və xüsusilə son illərdə bir çox tərəfdar qazandığı reptilian nəzəriyyəsi ümumilikdə budur. Ona görə Yəhudi ailələri, bir çox məşhur şəxslər, xüsusilə İngiltərə kralı, kraliçası, ABŞ prezidenti, bir çox dünya liderinin reptilian olduğunu iddia edir. Onun fikrincə reptilian qrupu bir çox tanınmış, seçilmiş insanı və ümumiyyətlə bütün dünya liderlərini əhatə edir. Bəziləri isə David Icke'nin reptilianın əslində yad planeti deyil, Yəhudilik, Xristianlıq və ya İslam kimi 3 təkallıqlı dinin hamısının təsiri oluna bilən iblis, cin varlıqları olduğunu söyləmişdir.
David Icke dinləri rədd etsə də, əslində bu təsəvvürlərin tamamilə yəhudilik, xristianlıq, İslamdakı iblis cin anlayışından təsirləndiyini irəli sürürlər. Bəziləri isə reptilian hekayələrinin qaynağının çox qədimlərə, Sumer, Misir firavunlarının dövründən uzandığını bildirərək, Misirlilərin kərtənkələ başlı tanrısı Sobekə nümunə göstərmişdir. İnsana bənzər sürünən varlıqların bir çox xalq dastanlarında mövcuddur. Yunan, Çin, Hind və digər qədim mədəniyyətlərin əfsanələrində bu yarı insan, yarı sürünən varlıqlar təsəvvür olunmuşdur. Reptiliyana bənzər bu varlıqlar ilk dəfə 1890-1937-ci illər arasında yaşamış Amerikalı yazıcı Howard əsərlərində yer almışdır. O, 1900-cü illərin əvvəllərində nəşr olunan bir çox elmi, fantastik kitabında bu varlıqlardan bəhs etmişdir və bu əsərlərin sonra bütün kosmosla bağlı fantastik filmlərin, serialların və bu insani başlanğıc nöqtəsi olmuşdur. Ancaq yenə də etiraf etmək lazımdır ki, David Icke'nin dünyanın quruluşu, idarə olunması ilə bağlı söylədiyi bəzi fikirlər həqiqət payı var. Lakin o, insanlıq tarixində baş verən hər mühüm hadisəni, komple nəzəriyyələrini və yadlayıcı varlıqlarla əlaqələndirdiyindən bu fikirlər bir qədər də fantastik səslənir. Bununla belə hər bir həqiqət də var. Reptiliyaların varlığı şübhəli olsa da, David Icke'nin reptiliyan olduğunu da iddia edən bəzi şəxslər var. Xüsusilə də Bush ailəsinin insan irqində olmadığına inananlar da var. Videolarımızın davamı üçün kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.